Amerikanın Maryland ştatının həkimləri 4 aylıq körpənin beynində çoxsaylı tam formalaşmış dişləri olan beyin şişi çıxardıblar. Elm adamları şişin tərkibində kalsium aşkar edərək dişlərlə eyni hüceyrələrdən əmələ gəldiyini bildiriblər. 14 yaşlı qız öskürdü, yaddaşını itirdi. 14 yaşlı qız həkimin yazdığı dozadan artıq öskürək dərmanı içdiyi üçün yaddaşını itirib. Gün boyu etdiklərini yanlış xatırladığını görəndə valideynləri xəstəxanaya aparıb. Uzun müddətli müayinələrdən sonra tərkibində kadein olan öskürək əleyhinə dərmanın yan təsiri olduğu aşkar edilib. Keyfin yoxdur, başını MRT-də yoxladı. 54 yaşlı qadın 6 ay depressiyada müalicə alır. Təsadüfən MRT müayinəsinə gedir və beynin sol frontal hissəsində nəhəng şiş, meningiom aşkarlanır. Bu hadisə sübut edir ki, depressiya, nevroz və ənənəvi müalicəyə cavab verməyən halüsinasiyalar kimi psixiatrik simptomlar həkimlər üçün daha ciddi sağlamlıq problemlərini göstərə biləcək bir növ siqnal olmalıdır. Crossword oynayanda qıcolma tutur. Səbəb isə 25 yaşlı gəncin xizək sürərkən qar uçqunu altında qalmağıdır. Omba sınığı və dalaq yırtığı ilə xəstəxanada müalicə alan xizəkçinin crossword edərkən sol əlində qıcolmalar başlayır. Tapmacanı kənara qoyan kimi sakitləşir. Bir sıra tədqiqatlar aparandan sonra həkimlər maraqlı bir nəticəyə gəlir. Uçqun altında qalan xəstə bir müddət oksigensiz qalıb deyə hipoksiyadan əziyyət çəkib. Nəticədə beynin informasiyanın məkan qavrayışına cavabdeh hissəsi zədələnir. Crossword həll edərkən beyin tapmacanı 3 ölçülü boşluq kimi qəbul edir və bu qıcolmalara səbəb olur. Nəticədə həkimlər crossword eləmə, məcburdur deyiblər. Səhifəmizi izləyin, videolarımızı bəyənin və şərh yazın. Qurbağaya görə alim həbs edilib. Rusiyalı alim Kseniya Petrova Amerika Birləşmiş Ştatlarında qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir. Bu barədə Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə Petrova Boston hava limanına çatan kimi Amerika Birləşmiş Ştatlarının gömrük və sərhəd mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əlavə yoxlama zamanı onun bagajında pəncəli qurbağa embrionlarının olduğu aşkar edilib. İttiham sənədlərinə əsasən dindirilmə zamanı ölkəyə daxil olarkən qurbağanı bəyan etməli olduğunu bilmirmiş. Amma siz də bilirsiniz yəqin, bilməmək hüquqi məsuliyyətdən azad etmir. Sağlam xülasə. Qismət.